Təşəkkür edirəm. Hörmətli xanım sədr, hörmətli həmkarlar, hörmətli mətbuat nümayəndələri. Əvvəla deyim ki, vəkillər və vəkillik haqqında qanun layihəsindən təklif olunan dəyişiklikləri tam dəstəkləyirəm. Çünki bu dəyişikliklər Azərbaycan dövlətinin vəkillik institutundan bağlı həyata keçirdiyi siyasətin davamıdır. Eyni zamanda qanunverici bazasının mükəmməlləşməsindən bağlı indiyə qədər Milli Məclis tərəfindən atılan addımların məntiqi davamıdır. Buna görə də bunların dəstəklənməsi vacibdir və mən də layihəyə səs verəcəm. Lakin bununla yanaşı, layihənin 25-ci maddəsindən bağlı bəzi təkliflərimi bildirmək istəyirəm. Biz ki, həmin maddə vəkillərin pensiya təminatı haqqındadır və göstərilir ki, vəkillərin pensiya təminatı əmək pensiyaları haqqında qanuna uyğun şəkildə tənzimlənir. Əmək pensiyaları haqqında qanunda da bilirsiniz ki, vəkillərin əmək pensiya təminatı ilə bağlı xüsusi normalar yoxdur. Baxmayaraq ki, vəkillər də prokurorluq və hakimlər kimi Ədalət Mühakiməsinin tərkib hissəsidir. Məhkəmə Hüquq Şurasının, məhkəmə hüquq sisteminin tərkib hissəsidir və bütövlükdə onların da fəaliyyəti hakimlər və prokurorlar kimi xüsusi sosial və ictimai dəyər daşıyır. Ancaq buna baxmayaraq fərqli normalar nəzərdə tutulub qanunvericilikdə. Əlbəttə deyilə bilər ki, vəkillik fəaliyyəti müstəqil fəaliyyətdir, müstəqil peşədir, dövlət qulluğu deyil, gəlir gətirən sahədir, yaxud da əmək şəraiti baxımından güzəştli pensiya kateqoriyasına daxil deyil. Əlbəttə, bütün bunlar deyilə bilər və bu da məntiqə uyğundur. Amma bunda yanaşı, yəni etiraf edək ki, və ya qeyd etdiyim kimi, vəkillik institutu, vəkillərin fəaliyyəti qeyd etdiyimiz kimi Ədalət Mühakiməsinin tərkib hissəsidir. Onlar da eyni zamanda prokurorluq orqanların əməkdaşları kimi, hakimlər kimi bütövlükdə məhkəmə prosesində əvvəldən axıra qədər iştirak edirlər. Onların da fəaliyyəti bəzən risk, deməli, təhlükələri altında həyata keçirilir. Və bütün bunları əlbəttə nəzərə alaraq mənə belə bu məsələyə yenidən baxmaq lazımdır. Yəni, digər bir argument ola bilər ki, vəkillərin bütövlükdə gəlir mənbəyi də fərqlidir. Bilirsiniz ki, onlar qonorar əsasında, yəni müqavilə əsasında qonorarlardan əldə edirlər öz gəlirlərini, yaxud da dövlətin deməli, pulsuz hüquqi yardımın göstərməsindən bağlı verdiyi kiçik o belə deyək, qonorarı da əlavə edirlər. Yəni, dövlətin ödədiyi vəsaitləri də əlavə edirlər. Əlbəttə, bunlarla biz əgər çıxış etsək, yəni etiraf edək ki, bütün bunlar fərdi kapitalın, yəni pensiya hüququnu təmin etmək üçün fərdi kapitalın formalaşmasına və onların layiqli əmək pensiyası ilə təmin olunması üçün kifayət deyil və bu istiqamətdə çətinliklər mövcuddur. Ona görə nə təklif edirəm? Təklif edirəm ki, həmin deməli qeyd etdiyimiz qanuna müəyyən dəyişikliklər edilsin və digər orqanlarda olduğu kimi deməli, vəkillər kollegiyası üzvlərinə ən azı yaşa görə 35 il stajı olan deməli, kollegiya üzvlərinə deməli, yaşa görə pensiyaya çıxma hüququ tanınsın. Və eyni zamanda burada da müəyyən əlavələrə baxıla bilər və onların qeyd etdiyim kimi pensiyasının təminatı yaşlaşa bilər. Əlbəttə, qeyd etdiyimiz kateqoriyalarda bu hüquq 20-25 il stajdan sonra verilir, amma heç olmasa vəkillərə də bu baxımdan müəyyən deməli, hüquq tanına bilər, güzəşt tanına bilər. Mən düşünürəm ki, vəkillərin sayı ümumiyyətlə çox deyil. Bu, əgər belə bir qanunda dəyişiklik olunsa, büdcəyə də böyük bir yük düşməz və zaten bunun tənzimlənməsi üçün müəyyən beynəlxalq təcrübələr də mövcuddur və elə ölkələr var ki, məhz vəkillərlə bağlı ayrıca deyək ki, fondlar var, pensiya fondları var, xüsusi fondlardan məhz onlar istifadə edirlər özlərinin gələcək təminatı üçün. Əlbəttə, belə bir addım atılarsa, vəkillik institutuna da hesab edirəm ki, maraq daha çox olar, vəkilliyin fəaliyyəti də stimullaşar və bütövlükdə bizim qarşımıza qoyduğumuz məqsədə nail ola bilərik. Yer gəlmişkən, burada bir məsələdə toxunmaq istəyirəm. Bilirsiniz ki, vəkillər kollegiyasının üzvlərinə məcburi dövlət sosial sığortası ilə bağlı ödənişlərə 10% güzəşt tətbiq olunur və bu güzəştin müddəti yanvarın 1-də başa çatacaq 2026-cı ildə və düşünürəm ki, vəkillik institutu tam oturuşana qədər bu müddəti yenidən artırmaq olar. Mən başa düşürəm ki, dövlətimizin hazırda vergi və sığorta güzəştlərindən bağlı siyasəti dəyişilir və bu güzəştlərin mühüm hissəsi aradan qalxır. Amma nəzərə alsaq ki, vəkillər institutuna bugün ciddi dəstək lazımdır, dövlətin qayğı və dəstəyi davam etməlidir. Mənə belə gəlir ki, bu məsələyə də baxmaq olar. Bütövlükdə qanun layihəsini dəstəkləyirəm və ona səs verəcəm. Diqqətiniz üçün təşəkkür edirəm.